Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə siz əziz yoldaşlara salam ərz edirəm. Milli hikmətimizdən, qutadğı bilikdən istəyirəm ki, sizinlə bir sıra mətləbləri və sözləri paylaşam. Deyirlər ki, dünyanı buğda tutsa da kəhliyin ruzisi çınqıldır. Bu dədə-baba bizim sözlərimizdəndir. Yəni demək olar ki, bizim bütün dədə-baba sözlərimiz tamamilə hikmətdir. Hikmət o möhkəm qaydalı söhbətlər və sözlərdirlər ki, təcrübə əsasında bizə demək olar onlar yetişiblər. Hikmət bizi hökmdarlığa, hikmət bizi həkəmiyyətə yönəldə bilər. Türklər ən əski zamanlardan bunlar hikmətə sahib idilər. Demək olar ki, bir mərifət ki, eləyə bilir türkləri digər millətlərlə, özəlliklə demək olar farslarla və digər hindlərlə və digər demək olar millətlərlə ayrılaşdırır. Bunların dərin hikmətləridir. Bu hikmətlər əsasında türklər bir yaşayışa sahib və malik olublar ki, o yaşayışın içində təzvir yoxdur, riya yoxdur, təqiyə yoxdur, qorxu yoxdur, sömürgəlik demək olar yoxdur, birinin qabağında baş əymək yoxdur, zülmə qarşı getmək var, məzlumun dalısında dayanmaq var. Yəni demək olar ki, bunlar bütünlüklə bu hikmətlərdən qaynaqlanır. Bu hikmətdir ki, demək olar gəlir ekonomini yüksəldir, bizə özgüvənlik yaraldır, bizdə inancı çoxaldır və mədəni gücə bizi çatdırır. Ona görədir ki, bu türkün bu hikmətinin içində siz yalan, palan, xudə və aldatmaq demək olar görmürsünüz. Bunun ən gerçək örnəyini siz baxsaz Türkiyədə görürsünüz. İndi Türkiyə baxmayaraq ki, bütün savunma sənayesində və digər sənətlərdə inkişafa çatıbdır, amma bütün dünyaya demək olar ki, özünü göstərir və onların qabağında, özəlliklə qərb dünyasının qabağında başını əymir. Masonların və səlibilərin qabağında başını əymir. Demək olar ki, bu bir dərin hikmətdən qaynaqlanır ki, bu hikmətin bizim ən sevimli və dəyərli və önəmli kitabı Qutadğı bilikdir ki, Ay Kərimi Bağban bunu demək olar işləyibdir. Yusuf Xorasani'dəndir. Demək olar ki, 6645 beytidir. Bunun həm türkçəsi var, həm farsçası var, burada gəlibdir. Bu kitab demək olar ki, o zaman yazılır ki, bunlar bu hikməti Yusuf Xorasani bir xassı hacib olaraq Qərəxaniyanın dərbarında bunu bu hikməti görür və bunu bir dənə nəsihətnamə olaraq gələcək millətlər üçün yazır. Yəni o olan şahlara görə bunu demək olar yazmır. Gələcək millətlər bunlardan neynəsin, dərs alsın. İmam Muhammed Qəzzali Səadətnaməsindən, Xacə Nizamülmülk Siyasətnaməsindən bu kitabdan tamamilə etki və təsir alıbdır. Xacə Nəsir ola bilməzdi ki, bu türkün məfkurəsi ilə tanış olmasın. Axı bu Atabəydir. Atabəy gəyə türklərin dilini bilmiş olaydı. Əgər də bu siyasətnaməsini farsça yazırdı, buna görə yazırdı ki, demək olar o həşşaşilər ki, demək olar o Səlcuqluların zamanında bir dənə ağır bunlara xətər varlar idi və Məsihiyyət aləmi ilə bunlar birlik yapırdılar ta bu İslam
hakimiyyətini, türk milli hakimiyyəti o zamanki Səlcuqlular daşıyırlar. Onları yıxsınlar və bunların başçısı Həsən Səbbahdır və bunların müridləri də farsça yazırdılar. Çünki Həsən Səbbah bunlara bu dəsturu və bu əmri vermişdi ki, bunlar farsça yazsınlar. Xacə Nizamülmülk gərək bu siyasətnaməni farsça yazardı ki, o müridlər başa düşərdilər və bilərdilər ki, bu türkün törəsində və əxlaqında və hikmətində nələr keçir və bunlar neynəməlidirlər. Ona görə çox xoşluram ki, bu kitabdan 567-ci səhifəsindən 6100-cü beytidən neçə beyt sizə oxuyam. Burada buyurur ki, insanların yaxşısı insanları qurtarar. Onların sevinci üçün özü canını fəda edər. Xoş, baxın, bu insana bir dənə humanisti baxışıq. Siz burada görürsünüz də, yəni ən yaxşı insan nə ola bilər? O ola bilər ki, insanların fəlahına və nəcatına çalışsın. O ola bilər ki, öz canını qoysun tərəziyə və desin ki, mən sizi qurtarmaq üçün hazıram ki, öz canımdan keçim. Bu insanların yaxçıları demək olar sayılır. Yetkin, yaxşı, bilikli, əqilli, düşüncəli insan eşit, gör, nə gözəl söyləmişdir. Belə bir insan gör nə deyirdi? Deyirdi ki, insanların yaxşısı xeyirli olanlardır. Odur ki, insanlara neyniyir? Xeyirləri çatır. İnsanlar vardır ki, Təbriz kimin yerdə, Mərdaniyazər kimin insanlar ki, 40 dənə mədrəsə düzəldibdi və neçələrini neyniyib gətirib orada köməklərinin əlinin altında saxlayıbdı. Əli Polad kimin insanlar ki, fərhəngi baxımdan çoxlu bizim yazarlarımızın və aşıqlarımızın əlindən tutubdu, onların kitablarına yardım edibdi. Xeyri nə cür düşünmək olar? Xeyr elə belə işlərdə ola bilər. Mehriban insan xalqın nəzərində etibarlıdır. İnsan mehriban olsa, yaxşı danışıb, yaxşı davransa, yaxşı birini təhvil alsa, elə onun bunun gözündə də etibarı çoxalacaqdır. İnsan adını daşımaq üçün iki şey gərəklidir. Sən istəyəsən insan olasan, sənə insan deyələr, sən demək olar ki, iki dənə sifətə demək olar ki, sən onları daşımalısan. Biri mehribanlıq, biri səxavətli olmaqdır. Həm mehriban olmalısan, yaxşı danışmalısan, özgələri özündən qaçıtmamalısan, həm də ki, səxavətli olmaq, yəni budur ki, istədiyin şeylərdən keçmək, onları bağışlamaqdır. Lən tənalul birrə hətta tunfiqu mimma tuhibbun. Siz heç zaman o yaxşılığa çatamayacaqsınız, o zaman ki, sevdiyiniz şeylərdən bağışlayırsınız. Bax, əql bundan gözəl demişdir. Əqlin yolu ilə getmək çox faydalıdır. Xoş, sən burada gəlir deyir ki, duyğuyla getməməlisən. Sən ağlına, demək olar, rasionalitə ilə salıb çıxacaqsan. Bunları hər şeyi belə baxıb, belə davranacaqsan. Əqlin yolu ilə getmək çox faydalıdır. Cümrüd deyilən, cümrüd kimdir? Cümrüd həman cavanmərd deyilir, cümrüddür. Demək olar, o canını fəda edərək insanın həqqini verəndir. O, insanların həqqini diritmək üçün hazırdır ki, öz canından geçsin. Biz buna, demək olar, fətih, ya cavanmərd, ya cümrüd bu insanı adlandırırıq. Gümüş paylamaq cümrüdlük deyil. O ki, pul para paylayırsan, dövrəndə bir üç nəfər yığa biləsən, bu fotovvət deyil. Cümrüd xalq üçün canını fəda edər. Sən o zaman ki, öz canından, öz düşüncəndən, öz vaxtından bunlara xərcləyə bildin, onda sən fotovvətə giribsən. Cümrüd insan xalqa mal paylasa, xalq da qaçıb onun ətrafına toplanar. Dünyada şan şöhrət iki şeylə əbədidir. Biri mal-ı mülk sahibi, biri şərəfli olmaqdır. İnsan şərəfli yaşamalıdır, mal-ı mülkü də əlbət olmalıdır. Sağ olasınız, gələn görüşə qədər.